Günorta saatlarında Bakı-Şamaxı-Yevlax magistralının 127-ci kilometrliyində Şamaxının Meysəri kənd ərazisində dəhşətli yol qəzası baş verib. 45 yaşlı Ağdaş rayon sakini Tərlan Ağayevin idarə etdiyi Mercedes markalı mini avtomobili 27 yaşlı Naxçıvan sakini Musa İsmayılovun idarə etdiyi DAF markalı yük maşını ilə toqquşub. Nəticədə mini avtomobilinin sürücüsü və onun sərnişini hadisə yerində dünyasını dəyişib. Güclü zərbə səbəbindən hər iki şəxs deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları cəlb olunub. Mercedes markalı mini avtomobilində sıxılmış vəziyyətdə qalan sürücü və sərnişinin meyti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. O tarafa. Nasıl? Kapıları. Qəza səbəbindən Bakı-Şamaxı-Yevlax yolunun 127-ci kilometrliyində avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb. Əraziyə cəlb olunan polis əməkdaşları müvafiq təhlükəsizlik tədbirləri görüb və avtomobillərin hərəkəti bərpa olunub. Hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.